Azərbaycanda televiziya efir məkanı mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqid edildikdən sonra bununla bağlı mühüm addımlar atılıb. Bir neçə şou verilişləri bağlanılıb, bununla yanaşı Azərbaycanda bir sıra bayağı müğənnilərin efirə çıxışına da qadağa qoyulub, həmin müğənnilərin siyahısını təqdim edirik. Kəmalə Günəşli, Mətanət İskəndərlinin keçmiş gəlini Canana, Nüşabə Musayeva, Nəfəs, Ofeliya Şabanova, Günəş, Musa Musayev və Təranə Qumralın qızı Qumral, Səbinə Selcan, Ülviyə Namazova, Afət Fərmanqızı, Aşıq Namiq, Mehriban Qəmbərova, Şəbnəm Qəhrəmanova, növbəti olaraq Arzu Mirzəyeva, Şəlalə Səsli, Naza Veysəlova, Ziba Osmanlı, Aydə Ziyadxanlı, Günhan Piriyev, Talib Talih, Müğənni Canan, Bala Əli, Akşin Fatih, İfrat, Dəniz Əsədova, İbrahim Borçalı, Arzu Mələk və Elxan Qaraxanoğlu. Qeyd edək ki, siyahı tərtib olunarkən adı çəkilən müğənnilərin ciddi musiqini təbliğ etməmələri və efir məsuliyyətinə diqqətsiz yanaşmaları nəzərə alınıb. Bəs siz nə düşünürsünüz? Bu müğənnilərin efirə buraxılmaması sizcə gələcəkdə Azərbaycanda efirlərin daha da inkişaf etməsinə səbəb olacaq, yoxsa yox?